salam. Salam, salam Aysel. Nə tərsən? Nə var, nə yox? Yaxşıyam, çox sağ olun. Biz sizin xəbərinizə 1-2 gün öncə paylaşım etdik ki, açıqlama verəcəksiniz. Hər kəs sizi gözləyir, amma biz o açıqlamanı görə bilmirik. Deməli, Aysel, mən düşünürəm ki, bir canlı yayımda davam edeyim, işimi görüm. Sonunda açıqlama verəcəm. Prosta indi Aysun bilir mövzu nədən gedir. Aysun mənə deyir ki, mama, açıqlama eləmə. Sən nə düşünürsən və bir dostun kimi mən açıqlama eləsəm yaxşıdır, yoxsa yox? Əgər mənim bildiyim mövzudursa, etməyək hələ, biraz gözləyək. Eləməyək. Bir zamana buraxmaq lazımdır. Zaman hər şeyin çarəsini tapacaq. Biraz səbr edək. Bence sizin əlinizlə yox, bu elə özlərinin öz problemləri özlərinə qarışsın. Axırda hər kəs biləcək. Məncə, nə bilim Aysel, düşünürəm də. İndi canlı yayımın sonuna qədər baxaq. Ola bilsin sonunda açıqladım.